başladı yine. Işıklar yanır səhnədə. Dünya TV bizimle. Bu gece söz evinde. Hanımlar, cənablar, əsl şou başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu mekan, renk katır her anan. Söz deyir ürəkdən o, Elvin aparır meydan. Alqış səsi dalğadır, studiyada bayram var. Səhnəyə kim çıxsa da, bu da ulduz dolu. Akşam saat 7:19:00 oldusa, demək ki, Elvin Qudrətovun, yəni mənim təqdimatımda əsl şounun vaxtıdır. Axşamınız xeyir olsun. Olsun dolu ritim, tut da çal biraz, bu şov başqa çox özəl. Sürpriz dolu hər anı, bitməz bunun həyəcanı. Bu gün də maraqlı qonaqlarımız var, maraqlı söhbətlərimiz var, fərqli rubrikalarımız var. Yəni, hər efirdə vəd edirəm ki, 2 saat yorulmayacaqsınız, istirahət edəcəksiniz, əylənəcəksiniz. Düşünürəm ki, bu vədimə əməl edirəm. Türklər demiş, bizim bir ötən buraxılışımız, yeni buraxılışımız, ötən buraxılışımızı türklər demiş, aratmayacaq. Yəni, onun üçün çalışırıq. Əziz tamaşaçılar, maşallah olsun, yaxşı rəylər yazırsınız, təşəkkür edirəm. Yazan əllər var olsun, amma ekranlarda nömrəmizi görürsünüz. Amma bu WhatsApp vasitəsilə yazsanız, istər veriliş barədə, istər qonaqlar barədə ürək sözlərinizi desəniz, efir müddətində çalışırıq ki, bunu səsləndirək, amma zəng etməməyiniz xahiş olunur. Dediyim kimi, bu gün də maraqlı qonaqlarımız var. Gözəl musiqilərdən zövq alacaqsınız. Mən odur ki, istəyirəm vaxt uzatmadan elə ilk qonağımızı, daha doğrusu qonaqlarımızı dəvət edim. Son zamanlar bəzi görürsünüz ki, meyxanaçı ilə bir müğənninin duetləri, belə deyim, məşhur olur. Bu, təbii ki, hər duetə şamil etmək olmaz, amma bugün dəvət etdiyimiz qonaqlar bu sıradadır. Yəni, hər mahnıları könülləri oxşuyur, hər mahnıları gözəldir. Amma mən istəyirəm ki, bugün duetlə yoxsa tək, necə istəyirsiniz? Mən istəyirəm ki, duetlə gəlsələr daha yaxşı olar. Əziz tamaşaçılar, dəvət edim gəlsin Mehdi Masallı və duet ortağı Nurlana xanım. Bizi aparır sevgi hara, sen ara mən də ara, hara aparırsa para. Sen ara mən də ora, qalarsansa mən qalaram. Sen gidersen giderəm, uzaq qərib bir diyara. Sen ara mən də oraya. Birlikte bir ad verək, ayrılıq varsa əgər, indi ayrılaq gərək. Düşünmə vazgeçərəm, eşqinlə döynən ürək, dözər mi intizara, sən ara mən də oraya. Gəl biz bu məhəbbətə birlikdə bir ad verək, ayrılıq varsa əgər, indi ayrılaq gərək. Düşünmə vazgeçərəm, eşqinlə döynən ürək, dözər mi intizara, sən ara mən də oraya. Bizi aparır sevgi hara, sen ara mən də ora, hara aparırsa para. Sen ara mən də ora, qalarsansa mən qalaram. Sen gidersen giderəm, uzaq qərib bir diyara. Sen ara mən də oraya. Bizi aparır sevgi hara,
Sen ara mən də ora, hara aparırsa apara. Sen ara mən də ora, qalarsansa mən qalaram. Sen gedərsən gedərəm, uzaq qərib bir diyara. Sen ara mən də oraya. Seninle her görüşüm yaşanır səhne kimi. Necə səndən ayrılıb yaşaram özgə kimi. Düşüb arxamca sənin gəzərəm kölgə kimi. Çəkilmərəm kənara, sən ara mən də oraya. Seninle her görüşüm yaşanır sahne kimi. Ece senden ayrılıp yaşaram özge kimi. Düşüp arkanca senin gezerem kölge kimi. Çekilmerem kenara, sen ara ben de oraya. Bizi aparır sevgi hara, sen ara ben de ora. Hara aparırsa para, sen ara ben de ora. Kalarsansa ben kalaram, sen gidersen giderem. Uzak garip bir diyara, sen ara ben de oraya. Bizi aparır sevgi hara, sen ara mən də ora. Hara aparırsa apara, sen ara mən də ora. Qalarsansa mən qalaram, sen gedərsən gedərəm. Uzaq qərib bir diyara, sen ara mən də oraya. Təşəkkürlər, xoş gəlmisiniz. Heç nə əyləşin istəyirsiniz, zəhmət olmasa. Necəsiz? Əla, siz necəsiz? Şükür Allaha. İşləriniz necədir? Şükür Allaha. Normal olanda yaxşı gedir, olmayanda ki başqa işlərlə məşğul oluruq. Yəni sənət baxımından. Sənət. Siz yaxşı olun, siz necəsiz? Minnətdaram. İlk qonaqsınız ki, bəlkə soruşursunuz, siz necəsiz? Təşəkkür edirəm. Allah razı olsun. Mən sizə bir sual ünvanlamaq istəyirəm. Başlayan kimi Buyurun, sual vermək sadəcə maraqlıdır. Yəni, meyxanaçı və müğənni. İlk dəfə duet, belə deyim, kim tərəddüd elədi, bu duet alınmaz deyə birdən? Tərəddüd oldu mu ümumiyyətlə? Yox, mən ümumiyyətlə elə şeylərin əleyhinəyəm. Əgər addım atırsansa, bir işə başlayırsansa, əlbəttə ki, əvvəldən ölçüb biçirsən. Alınar, alınmaz. Əgər bunu qərar vermisənsə, yola çıxmısansa, ona tərəddüdə ehtiyac yoxdur. Əvvəldən ki, baxırsan ki, bu məndə alınmaz. Bu fikirlərlə yola çıxırsansa, sən onda tərəddüd edirsən. Yox, bizdə elə olmayıb, bizdə tamam fərqli oldu. Nurlana xanımın səsini bəyəndim, baxdım ki, uyğunluq var. Uyğunluq var, ondan sonra yola çıxdıq. Gedirik, indi görək. Uğurlar olsun inşallah. İlk təklif kimdən gəldi? Mehdi bəydən. Səsini bəyəndiniz. Səsini bəyəndim, biz söhbət edirdik bu barədə. Bir mahnı var idi. Mənim baxmayaraq ki, meyxana deyirəm, yəni meyxana ilə məşğulam, amma musiqi barəsində biraz fərqli dinlədiyim mahnılar olur. Həmin vaxtı danışıq əsnasında bir dənə mahnı göndərdim ki, bunu elə belə oxu göndər mənə. Bu da oxudu, baxdım ki, uyğunluq var, nəsə gələcəyi var inşallah. Bəs, demək olar, son zamanlar meyxanası ilə müğənninin dueti çoxdur. Amma hamısına şamil etmək olmaz ki, bu yaxşı, uğurlu alınıb. Amma sizdə uğurlu alınıb. Bunun yəni bir sirri nədir ki, sizdə alınır, bəzilərində alınmır? Seçicilik ola bilərmi? Tam olaraq deməzdim bizdə də. İşimiz yaxşı alınıb. Amma uğur barəsində tam deməzdim. Fikirləşdiyim hədəfə çatmışam, xeyr. Məsələ burada həmin iki ortağın fərq eləmir. Xanımla bəy olsun, fərq eləmir. İki xanım olsun və ya iki bəy olsun. Yəni işə başlamaq var və işdə bir-birini başa düşmək var.
oturub məsəl üçün hansısa bir materialı işləyəndə müzakirə edirik, danışırıq, bu olar, bu olmaz. Yəni ortaq məxrəcə gəlirik ki, kimin fikri üstündürsə, yəni həzm eləyə bilirik də, bir-birimizin sözünü qəbul eləyə bilirik. Məsələ budur. Müəyyən insanlar var ki, başlayırlar oxumağa, duet oxumağa başlayırlar, ortaqlıq eləyirlər. Bir müddətdən sonra ya bunların işə alınmır, ya birini o qədər tərifləyirlər ki, bu elə bilir özü həyatda nəyəsə qadirdir. Özü ayrılır, istəyir tək nəsə eləsin. Özgüvən gəlir. Hə, özgüvən gəlir. Və yaxud da ki, görürsən, aralarında maddi pul məsələsi də olur, razılaşmırlar. Gərək bir insanla yola çıxanda fərq eləmir sənətdə, fərq eləmir hansısa peşədə. Birinci dost Qarşılıqlı olmaq. anlayış. Dost olmaq lazım. Dost olmaq Qarşılıqlı lazımdır. anlayış. Yəni çörək kəsirsənsə bu insanla, nəsə ortaya çıxardırsan, təqdim edirsən, işinlə əlaqədar. Yəni münasibət saf olmalıdır. Yəni iş görəndə kişi kimi iş görmək lazımdır. Bu məsələ budur. Yəni deməsinlər ki, mən bununla məşhurlaşım, sonra öz çörəyimi özüm axtararam. O fikirlə olsa ola yəqin bilər, ki, mən məsəl üçün onunla etiraz eləmərəm elə bir şeyə. Sabahları elə bir vəziyyət yarana bilər ki, Nurlana xanım elə bir məqama gəlib çatar ki, özü tək də iş görə bilər. Bu normal bir şeydir. Mən zaten olduğum yerdəyəm. Məni nəsə dəyişmir. Tək elə Nurlana xanım üçün yaxşı olsun. İndi o özünə necə qəbul eləyər, necə bağışlayar, belə deyək də, fikirləşərkən mən tək gedim, mən yenə də onun getdiyi yola baxaram, nəsə ehtiyac olar mən barədə, mahnı yazmaqdır və yaxud da ki, nəsə də. Yəni, mənim sənətim meyxanadır, meyxanaya aid, sözə aid, nəsə dəstək olar, mən hər zaman yanında olaram. Tək əgər sənin fikirləşdiyin bu yolda sən bilirsən ki, geçsin, heç nə olmayacaq, nə olar ki? İstəyir mənim özüm olsun, mənim də kimsə mənim də əlimdən tutublar da, tək, gör kim sənətə gələndə, elə tək gəlmişəm, tək, bunlar hamısı boş söhbətdir, hamının dəstəyi olub yanımda. dəstəksiz mümkün deyil. Amma mənim dediyim fikir tamam başqa fikirdir. Mənim dediyim fikir birindən istifadə edib onu aldatmaqdan gedir. O həmin o duet ortaqları əksəriyyəti, indi ehtiyac yoxdur ad çəkməyə, danışmağa, əksəriyyətinin üzə görünməyən, daxildə olan problemlərindən bizim xəbərimiz olur. Onların aralarında olur, elə xoşa gəlməz söhbətlər olur, ona görə çox gedə bilmir. Sizin aranızda necə olubmu bir Vallahi bizim aramızda mübahisə? niyə olsun, belə pis çıxmasın, Nurlan, mən deyirəm bunu oxuyaq, deyir oxuyaq. Yazıq bir başın qaldır, bir deməz ki, bu niyə belə? Niyə problem olsun ki? İndi o, xoşuna gəlməz, məsəl üçün, nəsə Xoşuma fikir gəlməz, deyər. fikrimi bildirərəm ki, məsəl üçün bu şey xoşuma gəlmir. Amma belə, yəni Amma bütün mahnı fikirlərinə təqdim edən hörmətlə sizsiz yanaşıram. deyə, yəni düşünməyə ehtiyac yoxdur, yəni. Mehdi Masallı təqdim edir. O da bilir ki, mən çalışıram ki, ən yaxşısını eləyim də, fərqlənək. Mən demirəm elə lap aşağıda olaq və yaxud da demirəm elə qalxaq. Allah hara qədər məsləhət bilibsə, yəni qismətimizdə nədirsə, razıyıq. İstədiyiniz nöqtədədir sizin duet ortaqlığınız yoxsa yox? Sizcə? Məncə, elə bunu bir 2 gün bundan qabaq elə Nurlan ilə bu barədə danışırdıq. İşlərimizə görə normaldır. İşlərimizə görə, yəni hansı Yəni işlər? nəticə verir. Çox şükür Allaha. Daha yaxşısını istəyərdiniz bəs? Əlbəttə ki, daha İşləmək yaxşısı lazım. olacaq. Hə, işləmək lazımdır. Bəs belə deyim də, sabah bir fərqli bir duet ortağı, duet təklifi gəlsə qəbul edərsiniz yoxsa Mən? Yox. Yəni onda sadiqlik də önəmlidir burada. əlbəttə ki. Dostluq, İşdə sadiqlik. sadiq olmalısan, dostluq da önəmlidir. Bunlar bərabərləşəndə Mən yalan deyərəm, zarafat edirəm. Ya indi ola bilər, mənim də dostlarım var, Nurlanla da bilir. Bizim o qədər yaxın olan dostlarımız var ki, istər kişi olsun, istər xanım olsun. Yəni, ola bilər işdir. Amma o demək deyil ki, mən kimlənsə iş gördümsə, Nurlana xanım yoxdur. Yəni, mən Nurlana xanımla duet oxumaq, yəni iş görmək, məclisə getmək, yol yoldaş olmaq mənim üçün çox xoşdur. Davam eləyir, Mənə də həmçinin. 1 il, 3 aydır, 4 aydır demək olar. Yəni, təzədir bizim məsələ. Təzə də amma səs salıb. Şükür Təzə də Allah, amma indi görək də nə olacaq. uğurlar olsun inşallah. İnşallah. Belə deyim də, bir meyxana, bu ilk dəfə yaranandan sonra qorxmadınız ki, yəni birdən bizdə alınmaz, bu işə girişməyək.
De, sən öz yoluna get, mən öz yolumda oxuyum, amma mən sənə meyxana, musiqi, söz barədə dəstək olaram. Elə bir söhbət olub aranızda. Yox, mən ümumiyyətlə Nurlana xanıma qədər bu duet barəsində çox olub. Mənim müğənni xanım dostlarım var ki, onlar da istedadlıdır, maşallah. Düzdür, biraz səhlənkarlıq eləmişik, amma onların da öz oxuduğu duetləri var. Amma sırf məndə bir nəfərlə duet işləyim məsələsi məndə illərdir sual altındaydı. Özümə çox suallar verirdim ki, mən bunu bacararam, bu yolu gedə bilərəmmi, qismət kimədir, belə şeylər düşünürdüm. Qismət Nurlana xanımdaymış. İndi bizim bu bir ildən biraz çox olan müddətdə işlərimizdə hələ ki bir narazı olduğum bir şey yoxdur ki, mən Nurlanaya deyim ki, Nurlana, gəl ayrılaq, sən öz yolu var, mən öz yoluma. Yəni, elə bir problem yaranmayıb bizdə. İstər məclis baxımından, getdiyimiz iş baxımından, yəni hansı ki məclisə gedmişik, biraz təhlükəlidir xanımla bir məclisi idarə etmək. Mənim kimi kişi üçün bəli təhlükəlidir. Amma şükür Allah ki, hələ ki belə bir məsələ olmayıb ki, mən Nurlanaya deyim ki, Nurlana, sən ged öz yolu, sənə nə lazımdır, dəstək mən eləyərəm. Yox, mən elə deyil məndə. Ya məndə var, ya da yoxdur. Bəs bir meyxanaçı kimi, bir belə deyim də, müğənninin nəsə bir musiqiyə, sözlərə irad bildirməyi sizcə düzgündürmü bir meyxanaçıya, müğənninin, həmçinin də müğənniyə, meyxanaçının? Mən o məsələdə, o mövzuda bir-iki verilişdə danışmışam. Olduğumuz verilişdə bir meyxanaçının durub muğam barəsində, hansısa bir müğənni barəsində danışığında mən dözə bilmədim. Bir dəfə, iki dəfə, üçüncü dəfə dedim, qardaş, sən meyxanaçısan, meyxanondan danışda girmə o mövzuya. İndi məsələ necədir? Meyxanaçı var, meyxanaçılar çox istedadlı olurlar. Meyxanaçı var, elmi təhsili var, yəni musiqi təhsili var. O elmdən də danışar, musiqidən də danışar. Meyxanaçı var, təhsili yoxdur, məsəl üçün soluğu var, o məncə danışmaz, göstərər. Amma bir meyxanaçının durub hansısa müğənnidə, oxumağında və yaxud da hətta bilsə də mən nəsə qəbul eləmirəm elə bir şeydir. Mən istəmərəm mənə hansısa bir müğənni barəsində sual versinlər ki, bu necə oxuyur. Mənim zövqüm mübahisəsi olmaz. Mənim zövqüm elə bir müğənni istəyir ki, məsəl üçün onu ola bilər 10 nəfər bəyənmir, tək mən bəyənirəm. Amma müğənninin, meyxanaçının sözü barəsində danışmağa mən fikirləşirəm ki, ümumiyyətlə nə savadı çatar, nə istedadı çatar. Yox, elə bir şey düzgün deyil. Hər öz işi ilə məşğul olsa yaxşıdır. Bəs hansı daha rahatdır sizin üçün? Nə barədə? Məclislərdə meyxana demək, yoxsa şeir yazmaq? Yəni, hansı daha rahatdır bir meyxanaçı üçün? Məclisdə şeir yazmaq? Yox, bədahətən demək, yoxsa şeir yazmaq? Adətən deyirlər, şeir yazmaq çətindir. Düz deyirlər. Bədahətən deyiləndə o bizim özümüzdən asılı olmayan müəyyən səbəblər var. Yəni, Məsuliyyətdir də, yəni. yox, məsəl üçün qafiyə tutulur, meyxana deyiləndə elə bil bu vergi ilə bağlıdır da, istər-istəməz bizə gəlir. Beyin bir nöqtəyə elə bir yönəlir, fikirləşsən ki, bu bəndi deyim, bu qafiyə bu bəndi deyim. Amma yazı yazanda oturub 50 variantı fikirləşsən ki, bunu yazım, bunu yazım, bunu yazım. Amma bədahətən də elə bir şey yoxdur, düşünəsən, elə birbaşadır. Ona görə elə onun adı bədahətəndir. Amma bir məsələ var ki, o bədahətən demək ki var, o profesional olmaq üçün, mən məsəl üçün deyim ki, sənə 25 ildir bu sənətdəyəm, onun 10 ilin təmənnası sırf bu sənətin avarası olmuşam. 10 ildən sonra mən başlamışam yavaş-yavaş. Yəni, bu yerə gəlmək üçün bir 10 ilim gedib. Amma biri də var ki, yazmaq barəsində adam var, onda var, yazır, ona heç 10 ildə lazım olmur. Bir-iki müəyyən şeylər var, öyrənir, yazır. Hər meyxana deyən yaza bilər? Hər meyxana deyən şair deyil. Meyxana demək bir ayrım bir məsuliyyətdir, yəni bədahətən meyxana demək. Amma şair təbiətdə olmaq biraz ayrı bir şeydir. Onlar fərqli şeylərdir. Yəni, mənim elə bir meyxanaçı dostlarım var ki, şairlikdən, yəni
şeirdən söhbət eləyəndə mən sakit durub baxıram onlara. Yəni bu mənim məsələmdir. Mən durub onunla danışmaram ona. İndi kimsə özünü tərifləyər, eləyər, yox. Hamının bir mənfisi, bir müsbəti var. Hərə də bir cürdür. Hərə öz gücünü bilir. Meyxanaçılar savaşçıdır. Onlar hərəsi bir döyüşçüdür. Adam var, gücünü saxlayır, lazım olan yerdə istifadə edir. Adam var, elə qılıncı əlində fırlanır. O belə bir şey. Sizi qorxutmadı bir, belə deyim də, meyxanaçı ilə duet eləyən şəxs bu sahəyə daha yaxın olur, yoxsa belə deyim, meyxanaçı ilə duet oxuyuram və mən bu sahəyə artıq yaxınlaşmışam. Bu düşüncə düzgün düşüncədir sizcə, yoxsa yox? Yəni, adi bir müğənni ilə də oxuya bilərdiniz. Düzdür, adi Yəni, bir müğənni qorxutmadı ilə də. sizi, belə deyim. Yox, qətiyyən qorxutmadı. Təklif gəldi, qəbul da elədim. Yəni bu normal bir şeydir. Mən o qədər də qorxulu biri deyiləm. Sən elə dedim. Yox, alınmaq, yəni alınmamaq qorxusundan söhbət gedir, tutar, tutmaz. Meyxanaçıdır, Yox, heç söz düşünmədim, ustadıdır. açığı düşünmədim. Düşünməyin. Yox, yox. Məncə yaxşı eləyib düşünməyin. Çünki meyxanada düşünmə elə də olmur da. O elə bir ani vaxt olur ki, orada düşünmədən söz deyirsən. Elə Nurlana da düşünmədən qərar verir. Onu siz bilərsiniz. Bizim bugün qonaqlarımız var. Maşallah olsun. Mən istəyirəm artıq dəvət edim növbəti qonağımızı da. Tamaşaçılar, növbəti qonağımız elə sizlərin tanıdığı, mənim həmkarım. Neçə illərdir bizim dostluğumuz var. Və elə bizim proqramdan bitəndən bir saat sonra o efir yayımlanacaq. Daha öncə də bizim kanalda aparıcı kimi fəaliyyət göstərib, sonradan fərqli layihələrdə özünü sınayıb, amma yenə də eyni adla verilişini davam etdirir. Aparıcı müğənni, mənim dostum, Nurlu Dəqiqələr verilişinin aparıcısı Nuranə Bağırovanı dəvət edirəm. Bağlarda gül təki yarım olaydın, yarım olaydın. Göylerde ay təki canım olaydın.
Bu yeni ifa idi deyəsən. Yeni ifamız əslində var, amma bu bunu yeni. oxumuşam, amma sonra yeni ifa oxuyarıq. Yəni əslində oxunmuş ifalardır. Sadəcə olaraq indi oxuyuruq da. Xoş gördük sizi də salamlayıram, xoş gəlmisiniz. Necəsiz? Nə var, nə yox? Bugün ikimiz apararıq da həmkar olaraq verilişi. Bəli. Sağ ol, sən necəsən, uğurlar Bəs arzu axşamki edirəm. efiri niyə tək aparırsınız onda? Yaxşı, gələn həftə inşallah Nurlu Dəqiqələr verilişini evinə izləyərsiniz. Salamlayıram bütün tamaşaçılarımızı. İnşallah ki, xeyirli uğurlu olsun. Əsl şounun tək ünvanı və təbii ki, bu reytinqli verilişimiz səbəbkarı elə sənsən. Sən də çox bəyəndim bu verilişi. Minnətdaram. Allah razı olsun. Həqiqətən də səni çox istəyirəm. Uğurların bol olsun, yaraşır və ən əsası efir mədəniyyət və səbir tələb edir. Diksiya tələb edir. Bunlar da səndə var, maşallah olsun. Təşəkkür edirəm. Uğurların bol olsun. Müğənni Nuranə yoxsa aparıcı Nuranə? Hə, ən aktual mövzu. Əslində, mən hər zaman deyirəm, Elvin, özün də gözəl bilirsən ki, mən bir çox qonşu kanallarda da aparıcılıq eləmişəm və incəsənət adı üzərində incə sənət, hər şey var. Və mən hər zaman deyirəm, öz efirimizdə də demişəm, mən aparıcıyam əslində, bunu bütün hamı bilir. Sadəcə olaraq mən özümə nə xalq artisti, nə əməkdar artisti, ya sənətkar, ya sənətçi falan demirəm. Sadəcə olaraq bugün bilirik ki, el şənliklərində biz oluruq, aparıcı kimi, yəni elə də qazanıram, müğənni kimi də qazanıram. Mən sadəcə olaraq əgər bugün özümü həm aparıcı, həm müğənni kimi təsdiqləmişəmsə və bugün mən bir gülünc obrazında deyiləmsə, izləyən insanlar üçün, tamaşaçılar üçün getdiyim məclislərdə biz özümüz yeni çıxanlar var da, bəzən baxırıq, deyirik, ay, necə pis alınıb da, yəni şükür Allaha ki, mən həm aparıcı kimi, həm də müğənni kimi oturuşmuşam, qəbul ediblər artıq 10 ildir. Yəni bu sahədəyəm, yəni incəsənət sahəsindəyəm də, yəni məncə alınır, məncə yaxşıdır və özümü də sualın aparıcı ya müğənni kimi, təbii ki, aparıcı kimi sadəcə olaraq indi oxuyuruq da, yəni çörək puluna görə şənliklərində oluruq, oturuşmuşuq, artıq qəbullanıblar, tələbat var, çağırırlar. Yəni maddiyyatımız burada çıxır da hal-hazırda. Çox qəribədir. Bizim ötən buraxılışlarımızda da bir Günay Fuad qızı var idi. Bəli, dəyərli həmkarımız, Onu da salamlayırıq. buradan. Ona da mən belə bir sual ünvanladım. Aparıcı yoxsa müğənni deyə, o da aparıcılığı seçdi. Bilirsən niyə, Elvin? Çünki biz, belə deyim, mən yenə deyirəm, mən hal-hazırda aparıcılığı, əslində, mən neçə dəfə anons etmişəm, əslində demişəm, mənim tamamilə sahəm dövlət işidir. Yəni, indi bunu bilirəm, efirə görə demək olmaz. Mən tamamilə o işi vəzifəni atdım və mən keçdim incəsənətə. Çünki uşaqlıqda mənim həvəsim aparıcılıq idi. Necə ki, indi mən hal-hazırda özüm də Dünya TV-də bilirsən, tamaşaçılar da bilir, Nurlu Dəqiqələr verilişini aparırıq. Hələ ki, həvəsim budur da, yəni və mən özümü də bu sahədə sırf aparıcı kimi gəlmişəm. Sadəcə oxudum, mən salamlayıram bizim Azərbaycan Respublikasının əməkdar artisti Səlim Abbasov. Mənə oxumaqda əslində o dəstək olub. Yəni mikrofonu alıb da əlimə səhnə falan çıxmaq və Səlimə də təşəkkür edirəm ki, dəstək olub, uğurlu da alınıb, nə bilim. Biz söhbətimizdə qaldığımız yerdən davam edəcəyik tamaşaçılar, amma hal-hazırda kiçik bir reklam fasiləsinə ayrılırıq. Əziz tamaşaçılar, reklamlar bitdi və biz yenə əsl şoudayıq. Bir qonağımız daha var, istəyirəm onu dəvət edim. Son zamanlar mahnıları sosial şəbəkələri alt-üst edən, yəni maşallah olsun, nə mahnı ifa edirsə o trendlərdədir. Meyxana aləmində öz sözünü demişlər siyahısındadır. İstəyirəm vaxt uzatmadan dəvət edim, o trend mahnılarını bugün bu səhnədə ifa etsin, dəvət edim gəlsin. Zaur Alatavalı öz ifası ilə. Əlimdə rəsmin qalıbdır mənə səndən, baş-başa qaldıq əzizim yenə səndən. Düşür göz yaşım rəsmin üstünə sanki, şikayət edir gözlərim sənə səndən. Düşür göz yaşım rəsmin üstünə sanki, şikayət edir gözlərim sənə səndən. Sən əl
satmayan xəyalımsan mənim, yuxularımda qovuşuram ancaq sənə. Sanki yatmayan xəyalımsan mənim, mən yatıram layla deyirsən mənə. Oyanıram ancaq ki yanımda yoxsan, yaşla dolur gözlərim ey sevgilim. Sən o anda kənardan mənə baxsan, bəlkə dönərsən daş ürək sevgilim. Amansız fələk oyununa saldı, ağlımı başdan əlimdən səni aldı. Vermədi bəxtim, çox əfsus mən uduzdum, qismətimi ilə barışmaq mənə qaldı. Vermədi bəxtim, çox əfsus mən uduzdum, qismətimi ilə barışmaq mənə qaldı. Sən el satmayan xəyalımsan mənim, yuxularımda qovuşuram ancaq sənə. Sanki yatmayan xəyalımsan mənim, mən yatıram layla deyirsən mənə. Oyanıram ancaq ki yanımda yoxsan, yaşla dolur gözlərim ey sevgilim. Sən o anda kənardan mənə baxsan, bəlkə dönərsən daş ürək sevgilim. Ölümdən sənin yoxluğun ey yar, insafın olsun, qayıt dön gelin olar. Sən gedən anla üzüm gülmədi bir gün, sənsiz alınmır, sənə ehtiyacım var. Sən gedən anla üzüm gülmədi bir gün, sənsiz alınmır, sənə ehtiyacım var. Sən el satmayan xəyalımsan mənim, yuxularımda qovuşuram ancaq sənə. Sanki yatmayan xəyalımsan mənim, mən yatıram layla deyirsən mənə. Oyanıram ancaq ki yanımda yoxsan, yaşla dolur gözlərim ey sevgilim. Sən o anda kənardan mənə baxsan, bəlkə dönərsən daş ürək sevgilim. Sən el satmayan xəyalımsan mənim, yuxularımda qovuşuram ancaq sənə. Sanki yatmayan xəyalımsan mənim, mən yatıram layla deyirsən mənə. Oyanıram ancaq ki yanımda yoxsan, yaşla dolur gözlərim ey sevgilim. Sən o anda kənardan mənə baxsan, bəlkə dönərsən daş ürək sevgilim. Təşəkkürlər, xoş gəlmişsiniz. Salam. Buradayım. Harada istəyirsiniz, necə məsləhət? Necəsiz? Çox sağ olun, minnətdaram. Siz necəsiniz? Şükürlər olsun. Salamlayıram qonaqları, tamaşaçıları, bizi izləyənləri. Allah sizi qorusun. Allah sizi də qorusun. Dəvətiniz üçün minnətdaram. Dünya TV əslində mənim üçün yad kanaldır. Mən 2016-cı ildə burada elə bu zalda, bu pavilyonda meyxana yarış eləmişik gənclər üçün və uğurlu da aldım, maşallah olsun. Və ona görə də sizin dəvətiniz gələndə mən sevə-sevə gəldim ki, bura mənim üçün doğmadır. Maşallah olsun, mahnılarınız trendləri alt üst eləyir. Maşallah olsun. Bunun sirri nədir? Niyə hamı bacarmır onu? Hamı bacarmır deyəndə, belə deyək də, mən 25 ildir bu sənətdəyəm, ümumiyyətlə, meyxana sənətində. Biraz mən belə deyək də, indi demirəm, biraz böyülük çıxmasın ki, mənim belə səsim var, elə səsim var, o yaxşı səslənməz. Elə də az-çox səsimiz var da. Sadəcə olaraq çox tənbəl insan olmuşam, səhlənkar yanaşmışam bu mahnı mövzusuna. Elə oldu ki, bu son dövrlərdə də bir dənə mahnı var idi. Bir il öncə
işıq üzü görmüşdü, YouTube-a çıxmışdı. Sadəcə olaraq yenə də məclislərdə el şənliklərində tənbəllik edirdim, oxumurdum. Bir-iki yerdə oxudum, nəticəsi şükür Allaha göründü, yaxşı Şükürlər oldu. olsun. Bəs bu sənətdə qalmaq çətindir ya yoxsa yox? Yəni meyxana sənətində hər kəs meyxana deyə bilərmi ümumiyyətlə? Desə belə bu sənətdə qala bilərmi? 25 il 25 il böyük səbirdir də, yəni səbir lazımdır. Mən həmişə Allaha şükür edirəm, çox səbri verib mənə. Çünki Mehdi qardaşımız da demək olar bir 25 il olar, bəlkə də çox olar. Biz, eyni də, yəni bığımız, saqqalımız yox idi bir-birimizi tanıyır. Yəni bu yaşımıza can həddindən çox yəni haqsızlıqlar olub, qabaq kəsmək olub, nə bilim nələr olub və hamıdan ümid kəsiləndə tək Allaha sığınmışam ki, Allahın ətəyindən tutaq, Allah özü bir yol açacaq və şükür Allaha ki, Allah yol açıb və yavaş-yavaş nəticəsini görürük, şükür Allaha. şükürlər olsun. Bəlkə deyirəm sizdən bir ifa alaq, sonra söhbətimizə davam eləyəcəyik. Sizdən. Olarmı? Siz deyəndə ikimizi deyirsən. Tək olsun. Sən Səndən uzaq görmən ara gəldim ki unudum səni mən Məcbur edib qərib şəhər qəlbimdə yaşadım səni mən Səndən uzaq görmən ara gəldim ki unudum səni mən Məcbur edib qərib şəhər qəlbimdə yaşadım səni mən Təsəvvür eylə ki, danışım dərdimi Bir nəfər yoxdur, tək tənhayam Bu şəhər soyuqdur, anlamazlar məni Mən ayrı dünyayam Təsəvvür eylə ki, danışım dərdimi Bir nəfər yoxdur, tək tənhayam Bu şəhər soyuqdur, anlamazlar məni Mən ayrı dünyayam Səndən uzaq görmən ara Gəldim ki unudum səni mən Məcbur edib qərib şəhər qəlbimdə yaşadım səni mən Səndən uzaq görmən ara Gəldim ki unudum səni mən Məcbur edib qərib şəhər qəlbimdə yaşadım səni mən Təsəvvür eylə ki, danışım dərdimi Bir nəfər yoxdur, tək tənhayam Bu şəhər soyuqdur, anlamazlar məni Mən ayrı dünyayam Təsəvvür eylə ki, danışım dərdimi Bir nəfər yoxdur, tək tənhayam Bu şəhər soyuqdur, anlamazlar məni Mən ayrı dünyayam Təşəkkürlər. Allah köməyiniz olsun. Möhtəşəm ifa. Allah razı olsun. Sizinlə bir rubrika eləmək istəyirəm. Nurlana xanım və sizinlə. Deməli, mən sizə bir suallar ünvanlayacağam. Yəni, sizə görə Mehdi bəy, sizə görə Nurlana xanım. Necə bir insandır, yəni. İli başlayaq. Həmçə problem yox. Xanımlar öncədən. Sizə görə
Mehdi sənətdə kifayət qədər qiymətləndirilib, yoxsa daha böyük uğurlara layiqdir? Daha böyük uğurlara layiqdir. Daha böyük. Qısa cavab verirsiniz. Aha. Bəli. Sizə görə Mehdi iş prosesində daha çox məntiqlə hərəkət edir, yoxsa hissləri ilə? Hər ikisi ilə. Yox, birini deyin. Məntiqlə. Məntiqlə. Nəsə demək istəyirdiniz? Yo, deyəcəkdim, qorxma, düzündür. Sizə görə Mehdi musiqi baxımından köhnə fikirlidir, yoxsa yenilikçi? Əslində deyərdim biraz köhnə yenilikçi, amma yenilikçi. Yenilikçi. Ha. Sizə görə Mehdi tənqidə qarşı dözümlüdür, yoxsa hər sözdən, belə deyim, ruh düşkünlüyü yaranır hər sözdən sonra? Deməzdim, ruh düşkünlüyü yaranır. Dözümlüdür. Bəli. Sizə görə Mehdi çətin anda arxalanacağınız bir dostdur, yoxsa sadəcə iş yoldaşı? 100% dostdur. Dost. Çox gözəl dostdur. Bəs sizə görə Mehdi bir kəlmə ilə? Sənət ortağı, sənət yoldaşı, gözəl dost. Belə. Mikrofona desəz inşallah daha yaxşı olar. Elvin hal-hazırda çalışırsa biraz qlobal problem yaradırsan. Sənət dostu cavab. Mən bilən, mən adi suallar verdim. Mən problem O çox gözəl sual Mən elə verdi. hiss eləmədim aparıcı olaraq. Amma mən də elə görürəm ki, maşallah olsun, duet ortağıdırlar. Sənət dostudular. Uğurlar arzu edirəm. Elə hər duet ortağını harasa yazmaq lazım deyil. Uğurlarınız bol olsun. Mehdi mənim maşallah olsun bizim illərin dəyərlisidir. Hər birimizin Çox sağ ol, sevimlisidir. Allah razı Sənəti ilə, sadəliyi ilə elə xanımımıza da uğurlar arzu edirəm. Maşallah səhnəyə də yaraşır, efirə də yaraşır. Uğurlarınız bol olsun. İnşallah gələn həftədə bizim efirdə qonaqsınız. İndi sualım sizədir. Sizə Buyurun. görə Nurlana xanım kaprizli bir xanımdır, yoxsa belə deyim, işin ağırlığına dözən zəhmətkeş biridir? Kaprizdir. Kaprizli? Bəli. Ən böyük kaprizi nə olub? Bu nə mahnıdır deyib heç. Yo, əslində sonda mənim dediyimə gəlir çıxır, amma əvvəldə biraz Zaur mənim dediyimi təsdiq edir. Biz danışanda ümumiyyətlə, siz necə danışırıq, elə bilirik ki, qarşımızdakı insan bizi tez başa düşər. Məsəl üçün, 3 meyxana deyən bir yerdə otursun, onların arasında bir dənə başqa bir adam otursun, 3 meyxanaçı söhbət eləyər, həmin o bir nəfər başa düşməz orada nə söhbət edir. Yəni, o çox vaxtı Nurlan xanım da elə başa düşürəm. Mən nəsə deyərəm, belə qalırdı, elə bir zamkan yedi ki, bu nə danışdı. Axırda başladı, hə, bunu deyirdin, deyir. O, onluq deyir, mənlik, hə, problem. Ama yavaş yavaş inşallah o da. Hə, Olacaq. düzələcək, Bir de öyrənəcək. gördüm meyhana değilsiniz. Sizə görə Nurlana xanım, belə deyim, səhv edəndə boynuna almağı bacarır, yoxsa həmişə haqlı tərəf olmağa Yox, çalışır? dürüstlüyü 100%. Səhvi olanda deyir səhvimdir. Deyir. Bəli. Maşallah olsun. Sizə görə Nurlana xanım klassik musiqiyə daha yaxındır, yoxsa müasir trendlərə? Əslində Nurlana xanımın oxunuşu, yəni mən musiqi barəsində fikir bildirmirəm, amma mənim yəni biləcəyim məsələ deyil. Yəni musiqiçilərin fikirlərini deyirəm. Yəni Nurlana xanım heç vaxtı məni yəni pis vəziyyətdə saxlamayıb. Yəni orada Nurlana xanımın ritmi çox gözəldir və oxumağı da gözəldir. Sadəcə olaraq biz meyxanaçılarda mı deyim, yoxsa şəxsən özümdə mi deyim, biz hissiyatlı insanıq. Mən durum deyim ki, yox, Nurlana xanım bu günləri sırf trendə meyilli müğənnidir, xeyr. Onun öz daxilində başqa dünya var. Sadəcə olaraq söz əvəzgər, xiridar deyim, yo meyxanaya görə də. Amma onun daxilində tamam estradadır, mən onu 100% bilirəm. Mənə görə heç nə deyə bilmir oxuyur da, bu məsələ budur. Necə? İnşallah ki, davamlı olsun. İnşallah davamlı olsun. Bu əslində bizim duet ortaqları çoxdur da, yəni hal-hazırda da gündəmdə, amma axırı görürsünüz necə problemlərə çevrilir, haqq itirirlər. O onların yoldaşlığından asılıdır. Amma siz güvənirsiniz də yoldaşlığınıza. Mən özümə güvənirəm. Hə? Bu Allah özgüvəni- sizi bəndəzərdən uzaq eləsin, tək ki, Amin axıra qədər yaxşı olsun. Bir də Elvin,
Ha, olub elə bir şey. Elvin, mən sənə əhsən deyirəm ki, sən necə insan xarakterinə uyğun suallar tapa bilirsən. Maşallah olsun, tamamilə hamısı üst-üstə düşür və bir-birini... Siz qısa müddətdə duet ortaqsınız. 1 il 3 aydır belə. 1 il 3 ayda, amma gör necə xaraktercə bir-birini tanıyırlar. Maşallah olsun, bir-birinə xəbərdardılar. Vallahi, yəni o studiyada mahnı aranjman eləyəndə, yəni studiyanı işlədən adamlarla oturub o işləri ki görəndə insan bir-birini istər-istəməz tanıyır. Yəni bir fikir bildirirsən ki, məsəl üçün olur, elə bir vəziyyət olur, gedirik məsəl üçün Loğmanın yanına. Deyirəm ki, bunu eləyək. Loğmanla Nurlanla birləşir, 2 saat öz dediklərini deyirlər, axırda mənim dediyimi eləyirlər. Əsəb vurur beynimə, istər-istəməz istər alır. O bizə neydən elə qardaşım? Çünki sən o mahnını yazanda, sən hisslərində ona qatılır axı. Onlar bilmir sən onu yazanda nələr çəkirsən, hansı hisslərlə yazmısan. Sonra işin axırında görürlər ki, bu hisslərlə yazıb, bunu istəyir, bura bu oturmalıdır. Ona görə inşallah Allah işlərimiz olur. Amin inşallah. Ümumiyyətlə iş sahəsi belədir. İnsan bir yola çıxırsa iş sahəsində həqiqətən də öz evimizdəkilərdən, öz doğmalarımızı daha dərin tanıyırıq. Çünki deyək ki, günümüzün saatının elə çox hissəsi işimizə gedir. Ona görə də həm məcbursan xarakterini öyrənmək, həm iş səviyyəsini öyrənmək, həm o insanın dostluğunu, həm yoldaşlığını. Nə gözəl ki, əsl o müsbət yolda. Bir məsələ də var ki, sahələr ki var, məsəl üçün, tutalım, müğənnilər, xanəndələr, meyxanaçılar, repçilər, hər bir sahə var. Və bunu hamı da təsdiq eləyər ki, meyxanaçıların arasında olan mehribançılıq bir-birinin xeyir və şər günündə. İndi paxıllıqdır, müəyyən şeylərdir, rəqabətdir, ədavətdir, bu var. O normal bir şeydir. Amma ki, meyxanaçıların daha çox insanlarla mehriban olmağı və təsəvvürünüzə gətirin ki, tam bir müğənnidir. Müğənni çıxır, mahnısını oxuyur və yaxud fonoqram oxuyur. O, kütlə ilə tam olaraq ünsiyyətdə olmur. Amma meyxanaçılar psixoloji, o bir dənə söz deyir, bu bir söz deyir, hələ bu yanındakı bir 10 nəfəri demirəm, amma bunlar nələr deyir. Hamı ilə danışsan, İstər-istəməz sən psixoloji anlayışın çox güclü olur. Olursan psixoloq. Olursan psixoloqu da keçirsən. Yəni mən əlbəttə ki, yola çıxdığım insanla fərq eləmir. Nurlana xanım olsun, Zahir olsun. Yəni biz bir yola çıxırıqsa, biz buradan qazancımızı əldə edirik, iş görürük, zəhmət çəkirik. Əlbəttə ki, biz bir-birimizi tanımalıyıq. Sağlam yanaşma çox önəmlidir. 100%. Ən əsası budur. Və bir də ki, mən onu deyim ki, siz hər ikiniz də, yəni bizim xalqın, tamaşaçının sevimlisisiniz. Mən həmişə deyirəm, meyxanaçılar çoxdur, amma mən şəxsən öz subyektiv fikrimdir ki, mən nəyi sevirəm? Bax, necə siz ifa elədiniz, sizdə həmçinin adamı ağlatmaq var. Yəni, nə olsun meyxanaçı olanda, amma janrınız başqadır. Orxan Lükbatanlı olsun, çox sevirəm, sizi də bəyənirəm. Elə sizi də, çünki bu üslubda meyxanaçını həqiqətən də tamaşaçı da sevir, kiçikdən böyüyə də sevir. Amma tam hal-hazırda meyxanaçılar var ya, bizim efirdə də qonaq olublar. Meyxana deyirlər, amma sırf meyxana üslubunda siz bilərsiniz onu, mən bilmirəm. O, yəni, insana çatdırmaq yoxdur, o ağlatmaq yoxdur, o həssaslıq yoxdur. Sözə ruh verə bilmir. Ay, sağ ol. O janrı seçmək çox önəmlidir. Sizdə də bu var. Buyurun səhnəyə. Yaxşı, gəlsin gözəl ifamız. Deyəsən, yeni ifanı səsləndirəcəm. Bilmirəm, ağladacaqsınız, güldürəcəksiniz. Hiç bildim senden neler çekti can. Dertlerinden gördüm nece çekti can. Bir deneydi sen ele bilirdin çoktu can. Vicdanında kanım kalsa incimem. Kör gölgünü daha nece sesleyim. Sevgidense belki nifret besleyim. Daş yüreğlim can çürüden tersliyim. Beni senden vaktsiz atsa incimem. İstemem
Elvin yəqin incimərsən də. Day bilmirəm. Yox, daha incimədim, niyə incim? Hə. Sizə bir sualım olacaq. Az öncə dediniz ki, 25 illik sənət fəaliyyəti. Bir kitab olsaydı ön sözünüz nə olardı? Öyle ömrümüz kitap olup da. Ömrümüz kitap olup da. Evveli meyxana, ahırda meyxanada. 25 il. 25 il həqiqətən heç bilmədikdən necə gəldi, necə keçdi. Ancaq çox həqiqətən bəzən el olur bir bu yeri düşmüşəm bir şey deyim. Bir dəfə biri məclisdən zəng eləmişdi. Nəsə mən o qiyməti dedim ki, filan qiymətə gələm. Mənə qayıtdı ki, şair gələcəksən orada məsəl üçün 2 saat iştirak eləyəcəksən də, onun üçün çoxdur. Dedim 2 saat iştirak eləməyəcəm. Sən elə demədin. Necə deyim? Dedim deyinən ki, 25 il bir də 2 saat. Yəni mən bu 2 saata bunu sənə demək üçün 25 ilmi vermişəm. Yəni mən belə gəlib yoldan qırağdan bir dənə çıxıb demədim ki, məsələn beləsini. Yəni ona görə indi düzdür, bu sənətdə naxış da rol oynayır. Yəni adam var ki, naxışı var, heç o bizim çəkdiyimiz əziyyət çəkmir. Gedir, indi Allah uğurlanıb bol eləsin. İndi bizdə də belə oldu da, bizdə yəni əziyyət, zülüm, şükür bu günümüzə hər şey yaxşıdır. Bəs indiki meyxananın indiki vəziyyətindən necə? Belə deyim, meyxananın indiki vəziyyətində sizi narahat edən və ya sevindirən məqamlar hansılardır? O biraz uzun söhbətdir. Hə, o tərəfdən mən gərək bir sən necədir, oturun bir 5 saat danışım. Amma belə vaxt eləyək oturaq da. Sağ ol, amma özümüz bir otur, bir çay Niyə bu içərik. günləri yaxşıdır? İndi Zaur mən bilirəm nələri demək istəyir, nəyi demək istəmir. Gənclər var maşallah, avtomat kimi də gözəl də meyxana deyirlər. Belə istər-istəməz meyxana da belə bir şey var, Zaur təsdiq edir. İldən ilə, dövrdən dövrə meyxana daha çox inkişafa meyillidir. Və inkişaf etməyə məcburdur meyxanaçılar da, meyxananın özü də. Amma müəyyən şəxsi münasibətlər ki var, şəxsi münasibətlər və şəxsi mənafeylər ki var, problem olardı. Meyxana yazılın... Sağ ol, sağ ol. Yəni onun üçün deyirəm uzun söhbətdir. Hələ Mehdi bunun bir tərəfini dedi, bunun qeyri tərəfləri var. Siz Zaurla görüşün. İnşallah. Belə Allah hamısının uğurunu xeyir eləsin. Biz siz necə deyim, mən and olsun Allah həmişə şükür eləmişəm ki, o paxıllığın o toxumu var ha. Bəlkə də məndə olub mən onu yəni böyütməmişəm də. Yəni ola bilər hamıda hər hisslərin toxumu olur da. Onu böyüdə də bilərsən, öldürə də bilərsən. Yəni and olsun Allaha, belə meyxanadan olub ki, heç xoşum gəlmir. Olur da hamının bir-birindən xoşu gəlməz ki. Vallahi billahi onu da uğruna sevmişəm ki, qoy geçsin, başı öz işinə qarışsın, mənlə iş olmasın. Yəni o qədər Allah ona ruzu versin ki, o otursun o qədər pullarını saysın, məni fikirləşməsin ki, mən buna neyini. Başı qarışsın. Hə vallahi, ona görə Allah hamının işini avand eləsin. Mən belə götürək, həmkarlarımdır. Yəni A'sından B'sinəcən. Yəni bu təzə başlayan da mənim həmkarımdır, ən yüksəkdə olan da mənim həmkarımdır. İstəyərəm hamı öz uğurlarını qazansın, inşallah nailiyyətlər əldə eləsin və o qazandığı uğur mənim də uğurumdur, Mehdinin də uğurudur. Mehdi bugün məsələn əziyyət çəkir, xanımla Allah işlərini avan eləsin, gedirlər studiyalar, ora, bura, indi nə qədər xərc çəkirlər ki, uğur əldə edirlər. O bir uğur qazananda, hansı ölkədə gəlib bir çıxış eləyəndə adı nə gedir? Meyxanaçı Mehdi. Mənim plusmadır da. Demək, bu mənim sənətimdir, mənim həmkarımdır. Ola bilər mənim münasibətim soyuq olsun. Ancaq uğur tərəfindən mənim uğurumdur. Ya mən hansısa bir yerdə, hansısa bir səhnədə çıxış edirəm, o da Mehdinin uğurudur. Zaurun sözünə qüvvət vermək istəyirəm. Bu bizim özümüzdən asılı olmayan məsələdir ya. Məsəl üçün, tutalım ki, bu gün Zaur hansısa bir meyxanada nəsə bir yenilik gətirib, yeni bir iş görüb və millətin daha çox marağı onadır. Zaur həmin o uğurlu işi ilə mənə də qazandırır, digər sənət yoldaşlarına qazandırır. Yəni bu əvvəldən belə olub. Məsəl üçün bir gün hansısa bir meyxana deyənin üslubu cəmaata xoş gəlib, həmin o meyxana deyən olmayıb o toyda məcbur Zaurla mən onun cəmaatın istədiyini demişik. Yəni belə bir şey. Meyxananın çox gözəl özəllikləri var. Bəli. Bəs dəyişmək istədiyiniz bir məqam varmı?
zaman o belə deyək də deyir qabığın dəyişir də nələrinsə. Yəni o zaman getdikcə o bilirsiniz necə. Bəzən olur köhnə meyxanalar var ha. Həmişə o geyimlər də elə olur. Görürsünüz məsələn geyim deyə bir mən uşaq vaxtı baxırdım daim gibi bir geyimlər geyinirdi. Üstündən bir 20 il keçdi görəm həmin geyim təzədən qayıtdı. Hə, o köhnə ab-hava var o klasik meyxana. Bax meyxananın içində o dövrdən bura, Ağasəmin dövründən bura nə qədər janrlar oldu, məsələn musikanlar çıxdı, nə oldu. Gənə də gəlir. Gənə gəlir hansı bir 5 il keçir, üstündən sonra cəmaət deyir ki, o köhnə meyxananı deyir. Valla nə qədər meyxanaçı tutsa da, amma yenə də tamaşaçı elə eyni insanları sevir. Az sayda adamları var. Bax sizlərsiniz. Məsələn, mən Orxan Rəkbətanlı da bilmirəm hansı tərzdə. Orxan Rəkbətanlı adı çəkilir, Ağa Kərim adı çəkilir, Ağa Mirzə, həmçinin rəhmət eləsə adı çəkilir də, yəni. Yenə də eyni adamlar qalıb. Nə qədər yenilik olsa da belə, yenə də. Çünki o sizin zəhmətdir, əziyyətdir və çatdırmaq məsələsidir. Və o möhrü də nə qədər yenilik olsa da elə sizlər qoymuşsunuz da. Mehdi Masallıdır, maşallah olsun. Doğrudan reallıqdır ya bu. Cavanlarda tənbəllik olur. Mən özüm görürsünüz boynumu alıram ki, məndə neçə il tənbəllik olur. Ancaq o indi baxıram ki, yox. Yəni iş görməyə lazımdır. O cavanlar da bilirsiniz necədir? Bir növ o toy məclis alladır. Bugün toyu var, sabah toyu var, iş görmür ki, varımdır da. Ancaq oturub fikirləşsə ki, nəsə iş görüm. Görər ki, o nailiyyətin üstündən bir dənə nailiyyət gəlir, yaxşı olur. Bəs elə olubmu ki, il keçdikcə mən artıq 25 ildir bu sənətdəyəm. Belə deyim, daha bir gənc meyxanası, belə aqressiv meyxana deyəndə əsəbləşmisiniz? Əlbəttə olur. Biraz o yaş çoxalanda, biraz o... Yaş demək istəmədim. Yox, hövsələ Sənət yaşından gedir. Yəni staj var. Öz ara cavan oğlan nə yaş var? Yox, o tərəfdən şükür Allah, yaxşıdır. Hər şey qaydasındadır. Ancaq, belə deyək də, biz o ustadlara göstərdiyimiz o diqqəti özümüzü görməyəndə pis olursan ki, mən bu enerjini ötürdüm ki, onu görüm. Onu görməyəndə insan pis olur, küsürsən, deyirsən ki, yəni mən dərdimi kimə deyim? Heç kimə. Ona görə, yəni görüşəndə bir kəlmə başa salırsan ki, bunu belə eləsən yaxşı olar. İndi qanan qanır, qanmayanda yenə o canında qanında ona nə deyəsən? Bəs siz belə hörmət edərək 25 illik sənət fəaliyyətiniz var. Bəs düşünürsünüz ki, bu bəzi dediyinizi hörmət etməyənlər, onların da bir 25 il olacaq. Allah bilir, bilirsiniz necə, mən həmişə bir dənə sözüm var. Deyirəm ki, insanın adı qulağına dəyməsin. Ən pis şeydir. Yəni, bugün məni kimlərsə tərif eləyə bilər, sən təqdimatda tərif eləyə bilərsən, bəs belə, həm trend oldu, nə oldu. O, mən çalışıram ki, mənim adım öz qulağıma dəyməsin. Çünki insan onda ayağının altını görmür, yıxılmaq ehtimalı 100%'dür. Ona görə nə qədər insanlar, bir dənə də söz deyirəm həmişə ki, şərt deyil qalxasan, şərt oldu qalxdığın yerdə dayana biləsən. Yəni qalxmağa nə var, Allah səni ucalda bilər. Allah sənin qəlbinə görə səni ucaltdı. Sən o qəlbi orada çirkləndə də bilərsən, təmiz də saxlaya bilərsən. Kimlərsə haqqına girə bilərsən, kiminsə, belə üzr istəyirəm, olduğun zirvəyə kimsə qalxmaq istəyəndə onu yıxa da bilərsən və əlindən tutub yanıva çəkə də bilərsən. Yəni ona görə insanın özündən Allah qəlblərə görə yəni verir, qəlblərə görə sənə, necə deyərlər, uğurlar verir. Ona görə insan gələk, harada olursan ol, məsəl üçün mən, Allah həmişə uğurlarını bol eləsin, namı qarasın, fəxr edirəm. O insanın şöhrəti heç birimizdə olmuyor. Bəlkə biri ondan da şöhrətli olacaq, ancaq o insan o qədər şöhrət qazandı, o qədər daha dünyanın hər yerində oldu. O insan ömrü boyu, yəni bir dəfə görmədim ki, yəni kiməsə təkəbbür eləsin, kiməsə yuxarıdan aşağı bax. Ona görə də Allah verir. Allah daha da uca eləsin. Kim ki insanlarla, həmkarları ilə, ümumiyyətlə xalqla, kim ki insan kimi davranır, Allah onu uğurlarına bol eləsin. Nə olar, Allah bugün mənə istedad verir, mən ola bilər, səndə bu istedad yoxdur, mən meyxana deyə bilirəm, mahnı oxuyuram, neyini. Səhər Allah mənə lal eləyər. And olsun, Allah gəlib sənə möhtac olaram ki, bir dənə mənə burada iş ver işləyim də. Ona görə insan təkəbbürü olmalıdır. Allah səni insan yaradıb, insan kimi də yaşa da, yəni.
Bizi biz eləyən xalqdır, tamaşaçı. Əlbəttə ki, vallahi heç kimi yuxarıdan həqiqətən. aşağı bax, o fəhləsinə də qurban olum, vəzifəlisinə də. Hamısı bizi insanlar dolandırır da. Niyə mən təkəbbür eləməliyəm? Niyə kiməzi yuxarıdan aşağı baxmalıyam? Hansı səlahiyyətim var? Çox tez unudurlar, gəldiyi nöqtəni, gəldiyi yerləri, gəldiyi... Bəs Yəni, nə, çox olmaz, rastlaşır, amma olmaz. olmaz. İnsanın ən böyük mükafatı sadəliyidir. Mən deyirəm ki, sizdən də bir gözəl ifa gəlsin o trendi ifalarından, zəhmət olmasa. İnşallah, hə. Və bir dənə də onu da anons edeyim sizin efir vasitəsilə. Əvvəl məni öz eşqinə bəxt ulduzu seçdin. Bəs sonra nə oldu özgənin ocağına köçdün. Əvvəl məni öz eşqinə bəxt ulduzu seçdin. Bəs sonra nə oldu özgənin ocağına köçdün. Mən də silib adını ürəyimdən daşa yazdım. Bir parça daşa getsən xoşbəxt yaşa yazdım. Oldu, oldu sənə birdən birə getdin geri dön gəl. Öz aşiqinə gör nələr etdin geri dön gəl. Oldu sənə birdən birə getdin geri dön gəl. Öz aşiqinə gör nələr etdin geri dön gəl. Bəs ad günüm idi, o da bu məclisə gəldi. Üç alma içində mənə bir bağlama verdi. Bəs ad günüm idi, o da bu məclisə gəldi. Üç alma içində mənə bir bağlama verdi. Birdən yoxa çıxdı, yenə kəsməzdi ağılımız. Üç alma da oymuş, yəni bitdi bu nağılımız. Oldu, oldu sənə birdən birə getdin geri dön gəl. Öz aşiqinə gör nələr etdin geri dön gəl. Oldu sənə birdən birə getdin geri dön gəl. Öz aşiqinə gör nələr etdin geri dön gəl. Ağyar bizi bir yerde görüp odlanır ay kız. Kalbinde xəyanət közü oddan yanır ay kız. Ağyar bizi bir yerde görüp odlanır ay kız. Kalbinde xəyanət közü oddan yanır ay kız. Mən də bu zaman oynayıram tellərin ilə. Beş tutasan əllərimi, əllərin ilə. Oldu, oldu sənə birdən birə getdin geri dön gəl. Öz aşiqinə gör nələr etdin geri dön gəl. Oldu sənə birdən birə getdin geri dön gəl. Öz aşiqinə gör nələr etdin geri dön gəl. Aşık bir şam kimi sen erittin geri dön gel. Herden deyirəm bəlkə eşittin geri dön gel. Aşık bir şam kimi sen erittin geri dön gel. Herden deyirəm bəlkə eşittin geri dön gel. Təşəkkürlər, təşəkkürlər. Bu bir sual ünvanlayacağım hər birinizə. Sosial şəbəkələr bir işinizə keyfiyyətcə təsir edirmi? Yoxsa sürətli yayılmasına, amma keyfiyyətə dəxli yox. Sadəcə sürətli yayılmasını təşkil edir. Çünki sizin, üzr istəyirəm, başladığınız vaxtlarda sosial şəbəkə yox idi. Amma siz bu günlərə gəlib çatdınız. Tamamilə doğrudur, amma onu həmin vəzifəni yerinə yetirən başqa üsullar da var idi. Günün bu günü sosial şəbəkələrdə o həmin o platformalar ki var, nəinki
bizim sahədə mən deyərdim ki, ən böyük şirkətin də adi bir ticarətlə məşğul olanın da həmin o sosial şəbəkələrdə iş gedir. Yəni bu olmalıdır. Bu gün budur. Kimsə deyə bilməz ki, öz sahəmizdən danışaq. Mən efirə çıxdım, telekanala çıxdım, hansısa bir verilişə çıxdım. Tutuzdurdum, işim getdi, xeyr. Efirin özü, məsəl üçün, bəzi hallarda efirdə alınmayan, yəni uğurlu alınmayan bir şey YouTube-da alınır. Baxırsan ki, YouTube-da və yaxud da TikTok-da, bugün Instagramda, bunlardır da indi reallığı qəbul eləyək. Və o deməkdir ki, bu günləri bunlar var və işdə gedir. Məhdinin sözünə qoşuluram, sözünə qüvvət verim, düz deyir. Yəni, belə deyək, biz burada insanlarla canlı diyaloqda ola bilmirik, ancaq orada ola bilirik və onu, belə deyək də, tez sata bilirik. Və indi bunun yaxşı tərəfi odur. Mən Mehdi ilə razıyam. Ancaq pis tərəfi, yəni, bax, görürsünüz, məsəl üçün, efirlərdə də bəzi müğənnilərə qadağa qoyulur, ancaq gənə o efir vasitəsilə, o TikTok vasitəsilə, sosial şəbəkə, bərbad bir vəziyyət, gənə insanların zövqü korlanır, gənə o tərəfi çox pisdir də, yəni bir dənə o tərəfi adamı yandırır, tökür ki, yəni heç olmasa, yəni bu şans yaranıb, insansan da ola bilər, mənim də səhvim ola bilər, nəyəsə düz oxumamışam, öz zövqümdə korlanmışam və xalq, gedərəm, oturaram, düşünərəm ki, mən bunu düzəldim də, yəni bu haracan gedəcək. Mənə efirdən qadağa qoyulursa, artıq gör mən nə hətta gətirib çatdırmışam ki, mənə efir qadağa qoyur. Demək, mən problem özümdədir. Gedim bir araşdırım, musiqi təhsili alım, neynim, bir yaxşı tərəfini götürüm də bunun. Ona görə nə bilim, valla pis tərəfi də var, yaxşı tərəfi də var. Əslində çox bərbad hala gətiriblər. Doğrudan da əvvəl sosial şəbəkələrə çox həvəs var idi. İstəyir gənc nəsil, istəyir yaşlı nəsil hamı məşğul idi. Çünki maariflənirdi, təcrübə toplayırdı. Amma hal-hazırda sosial şəbəkə, hansı sosial şəbəkəyə baxsaq, gördüyümüz 3-5 nəfərdir və gördüyümüz onların biabırçı vəziyyətdə yayımlarıdır. Artıq psixoloji, hətta bizim nənələr nə bilir sosial şəbəkə nədir? Yəni reallıq danışaq da. Yəni o əvvəlki nəsillər belə, o ağsaqqallar, ağbirçəklər belə artıq dilə gəliblər ki, ay balam, bu nədir, Mehdi, bu nədir, belə, mənim elə öz nənəm olsun. O nə bilir, o TikTok nədir, Instagram nədir, amma belə mənə o sualı verir ki, bala, bu nədir, bu gündəmin bu sualıdır, bu nədir, ayda baxır TikToka girəndə, Instagrama girəndə, o biabırçıl vəziyyətlər, yəni var ki, biz misal üçün işimizi orada paylaşırıq. Biz orada işimizi yayımlamaq istəyirik, amma ki, o 5-10 nəfərə görə bizə də baxan yoxdur, heç bizim də həvəsimiz yoxdur. Psixoloji dəhşət dərəcədə yəni təsir eləyib. Yəni əslində var, yəni reytinqdə təbii ki, gəlir də əldə eləyirik, yəni məclis də tuturuq, iş güc də tuturuq, amma kaş ki... Düşünürlər ki, belə də olmalıdır, yəni bəziləri. Düşünür ki, belə də olmalıdır. Gedişat. Yəni pis nə varsa, pisə doğru da. Yəni bu cür də olmalıdır. Əksinə qarşısı alınmalıdır. Qarşısı da ən böyük bədbəxtçilikdir də, elə sözünə qüvvət bir şey ki, insana qadağa qoymaq nə deməkdir? Yəni, hər birimiz bu xalqın nümayəndəsiyik, hər birimiz özümüzü təsdiq eləməliyik, özümüzü şəxsiyyət olaraq formalaşdırmalıyıq. Bir insana olmasın efir, bir insana cəmiyyətdə özünü apara bilmirsən deyə deyib də qadağa qoymaq insanın nə qədər məğlubiyyətidir, insanın nə qədər həyatda öz təsdiqini tapa bilməməyidir, biabırçılığıdır. Yəni, olmasın incəsənət sahəsi, insan bir özünün fərqində olar da. Yəni, insan bir yaşayışını bilməlidir ki, sizin sözünüzə qüvvət. Mən neynəmişəm ki, mənə bugün niyə efir qadağa? Mən bugün aparacağım, efirim var. Mən bugün efirimdən əgər mən kənarlaşsam, demək, problem mənim özümdədir də. Xalqın tamaşaçının nə günahı var? Problemi düzəltmək lazımdır da, yəni, amma... İnsan özü formalaşmalıdır. İnsan özünü cilovlamalıdır. İnsan özünə gəlməlidir. İnsanın öz tərbiyəsi çox önəmlidir. Kəsə yolla, belə deyək də, məsələn, yollar var da, gedirsən, görürsən, kəsə yolla gedmək istəyirsən, adi bir avtomobillə görürsən, altı deyir, ora deyir. Görürsən, kəsə yolda maneələr çox olur da, yəni. İndi bu kəsə yolla mən tez tanınım deyə, hər şeyə əl atmaq düz deyil də, yəni. Ondan sonra, məsələn, gedib bir vaxt sərf eləyib, bir təhsil almaq, bir özümü çəki düzən vermək ondan yaxşıdır. Ola bilər 2 il gecikərsən, 3 il gecikərsən. Nə qədər hal-hazırda, bax, yeni gələnlər var,
tanıyıram, əyani şahidiyəm. Baxıram hansı yollara, indi efirdir demək olmur, hansı yollara əl atıblar ki, bunlar nədir, məşhurlaşsınlar, nədir, bunlar öz yerlərini tapsınlar, təsdiqlər, amma biabırçılıqdır. Yəni, olmaz, vallah bu şeylər boş şeylərdir, öz əziyyətinizlə gəlin, öz sənətinizlə gəlin. Bacarmırsınız, gedin biyoqabiyan işləyin, hansısa bir obyektdə işləyin. Fərqi yoxdur ki, əsas insan şəxsiyyəti, insanlığı yerində olsun, bu önəmlidir. Yəni, bu sahəyə gəlin, reklam, şöhrətpərəstlik başqa bir şeydir, amma insanın xaraktercə həyatı dərk edib yaşamaq başqa şeydir. Yəni, Mən belə nəticəyə gəlirəm ki, atalar sözlərinin biri qüvvədən düşdü. Palaza bürün, ellə sürün, nazımsız imiş. Hə, doğrudan da. Yaxşı yerə getmir. Hansı formada olursa? Bəs uzun ömürlü olmaq üçün bir kəlmə nə etmək lazımdır? Uzun ömürlü olmaq üçün Sənətdə də təbii ki. əlbəttə birinci bir söz necədir? O Allah səni sözdən yaradıbsa, birinci oxuduğunu nə oxuyursan o sözü dərk eləməlisən ki, yəni mən nə oxuyuram, niyə oxuyuram? Yəni o sözü dərk eləyəndən sonra və ona uyğun bir musiqi tapmalısan ki, bunun yəni bu ilə bir uyğunluğu olsun da belə deyək. Yəni bu gün Mehdi də eləyə bilər, mən də eləyə bilərəm, hər birimiz də, yəni indi belə deyək. Götürək mahnının içinə elə bir dənə söz salaq ki, hə? Şəkilsiz. Bizə yaraşmaz o söz. Şəkilsiz olmasın. Ancaq hə, 50 milyon baxış olar. Ancaq necə tanındıq söhbəti var da, yəni burada söhbət olur. Ona görə qardaş, elə bir şey oxumalısan ki, bir yadda qalasan, söz. Yəni bir də görürsən məsələn adi bir müğənninin sözü, bir xanəndənin sözüdür. Gəzirsən, harasa geyirsən, bir dənə yadıma düşür, görürsən bu söz nə gözəl sözdür. O söz sənə təsir eləməlidir, ruhva oxumalıdır, belə deyək. Ona görə yəni birinci onlara riayət eləmək lazımdır. Sonra da ki, səhnədə özünü necə aparırsan da yəni. Nurlan xanım, sizdən bəlkə bir gözəl ifa alaq. Olar. Necə xoş keçərdi günlərimiz bir gəzizim. Qəm gəldi, eşqimizə saldı bu ayrılıq kölgəsizim. Mən gündə həsrət ilə özümə deyirəm getməyəydi kaş. Bax, yıxılıb bu dünyam hər anda sənsiz oldu gözlərim yaş. Olsa ne fayda, ne fayda, ne fayda. Özgesinde mənə məhəbbət olsa ne fayda, ne fayda, ne fayda. Dünyalar mənim olsa ne fayda, ne fayda. Sen olmasan həyatım cənnət olsa ne fayda, ne fayda, ne fayda. Özgesinde mənə məhəbbət olsa ne fayda, ne fayda, ne fayda. Dünyalar mənim olsa ne fayda, ne fayda. Odlayır məni qəmli xatirələr. Mən söndüm, susuram hər an sənin adın gələr. Sən getdin, deyiləsi söz ürəyimdə çoxdur. Mən bitdim, yaşamaq imkanı sənsiz yoxdur. Yaşamaq imkanı yoktur. Sen olmasan hayatım cennet olsa ne fayda, ne fayda, ne fayda.
olsun. Fərqliliklər oxuyuruq da. Bəzi. Yeni ifa bu idi. Hə, bu elə nə olub ay Elvin bəyənmədi? Yox, yəni bayaq dediniz. Bəli, gözəl oldu. Səhv salmışdım, Allah deyirlər, rəhmət ona görə. eləsin. Səyyad Ənizaydən. Əslində mən oxumaqdan, müğənnilikdən sual verəndə, yəni mənlik deyil də, yəni sevmirəm. Çünki bayaq dedim də, sual verin, axı aparıcı kimi, yoxsa müğənni kimi, yenə də qüvvədədir aparıcı kimi. Sadəcə oxuyuruq da, bəyəndiniz. Səs tembrum gözəl, ifalar gözəl. Həqqi? Hə, baş üstə, canla başla. Gələrik. Mehdi pis oxuyur. Yox, gözəl. Kim oxuyur? Təbii ki, gözəl. Alqışlardan Amma o biləcəm. adı niyə kompleks edir sözümüzdə ki, müğənni kimi? Yox, sevmirəm. Çünki ümumiyyətlə mənim bu sahədə, yəni aparıcı kimi davamlı qalmaq fikrim var. Oxuyuram, bəyənirlər, el şənliklərinə gedirəm, yarım saatlıqlara gedirəm, proqramlara gedirəm və bəzən deyirəm, heç bir əmək sərf eləməmişəm, amma hamıdan yaxşı qazancım da var, tələbat da var, işim də var. Aparıcı kimi, müğənni kimi, yəni belə öz üzərimdə ideal işləmirəm də, yəni ki, yox, bəs həqiqətən həvəsim yoxdur. Mən deyirəm ki, sizdən də bir gözəl ifa gəlsin. Gəlsin bir telefon zəngi. Bəh. Görək zəng eləyəcək. Kimin zəngi də elə görəsən? Görək ifadan sonra. Yandı ürək hər dəfə səndən söz olanda, dərdim üfürdü onu qəlbim köz olanda. Yandı ürək hər dəfə səndən söz olanda, dərdim üfürdü onu qəlbim köz olanda. Eşqimə and olsun üzüm gülmədi sənsiz, biz daha xoşbəxt idi ömrüm biz olanda. Eşqimə and olsun üzüm gülmədi sənsiz, biz daha xoşbəxt idi ömrüm biz olanda. Bir telefon zənginə həsrətmi qalım mən, gözlərinin rənginə həsrətmi qalım mən. Bir telefon zənginə həsrətmi qalım mən, gözlərinin rənginə həsrətmi qalım mən. Sən məni atsan səni qəlbin qınamaz mən, eşqinə qəşənginə həsrətmi qalım mən. Sən məni atsan səni qəlbin qınamaz mən, eşqinə qəşənginə həsrətmi qalım mən. İtirsəm səni bir səs salaram mən, səni axtarmaqdan elə zövq alaram mən. Bir gün itirsəm səni bir səs salaram mən, səni axtarmaqdan elə zövq alaram mən. Sənin gözlərində görüb sevdim həyatı, yumsan əgər gözlərini kor qalaram mən. Sənin gözlərində görüb sevdim həyatı, yumsan əgər gözlərini kor qalaram mən. Bir telefon zənginə həsrətmi qalım mən, gözlərinin rənginə həsrətmi qalım mən. Bir telefon zənginə həsrətmi qalım mən, gözlərinin rənginə həsrətmi qalım mən. Sən məni atsan səni qəlbin qınamaz mən, eşqinə qəşənginə həsrətmi qalım mən. Sən məni atsan səni qəlbin qınamaz mən, eşqinə qəşənginə həsrətmi qalım mən. Qismət olardı, mənə qismət sən olardın, biz qovuşsaq həsrətə həsrət sən olardın. Qismət olardı, mənə qismət sən olardın, biz qovuşsaq həsrətə həsrət sən olardın. Buradakı dünyanın heyif cənnəti olmur, o
Olsa da yəqin ki o cənnət sən olardın. Buradakı dünyanın heyif cənnəti olmur. Olsa da yəqin ki o cənnət sən olardın. Bir telefon zənginə həsrət mi qalım mən? Gözlərinin rənginə həsrət mi qalım mən? Bir telefon zənginə həsrət mi qalım mən? Gözlərinin rənginə həsrət mi qalım mən? Sən məni atsan səni qəlbin qınamaz mı? Eşqin ən qəşənginə həsrət mi qalım mən? Sən məni atsan səni qəlbin qınamaz mı? Eşqin ən qəşənginə həsrət mi qalım mən? Bir daha hər birinizə təşəkkür edirəm gəldiyiniz üçün, əziz tamaşaçılar. Bu günlük efirimizi yekunlaşdırırıq. Sabah yenə eyni saatda görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın. Sən olmayan yerdə mənim axı nə işim var? Seninle bilsem sana can bir gidişim var. Buraxma əllərimi deyərdim xahişim var. Yer soyur, göy qaralır, həsrət ürəyimə od salır. Sanki ayrılıq can alır sən olmayanda. Xatirələr yadda qalır, məhəbbət olmazsa olar. Bir gün biri yolun alır, mən olmayanda. Sən olmayan yerdə mənim axı nə işim var? Səninlə bilsəm sonacan bir gedişim var. Buraxma əllərimi deyərdim xahişim var. Sen olmayan yerde benim axı ne işim var? Seninle bilsem sana can bir gidişim var. Bırakma ellerimi deyerdim xahişim var. Yer soyur, göy qaralır, həsrət ürəyimə od salır. Sanki ayrılıq can alır, sən olmayanda. Xatirələr yadda qalar, məhəbbət olmazsa olar. Bir gün biri ağlım alar mən olmayanda. Sen olmayan yerde benim axı ne işim var? Seninle bilsem sana can bir gidişim var. Bırakma ellerimi deyerdim xahişim var. Sən olmayan yerdə mənim axı nə işim var? Səninlə bilsəm sonacan bir gedişim var. Buraxma əllərimi deyərdim xahişim var. Sen olmayan yerde benim axı ne işim var? Seninle bilsem sana can bir gidişim var. Bırakma ellerimi deyerdim xahişim var. Sən olmayan yerdə mənim axı nə işim var? Səninlə bilsəm sonacan bir gedişim var. Buraxma əllərimi deyərdim xahişim